Space xəbərə baxırsınız. Sürücü idarə etdiyi avtobusu saxlayıb siqaret çəkir. Lakin o bu hərəkəti iş başında olan zaman həm də avtobusun qapılarını bağlayaraq sərnişinləri içəridə qoymaqla edir. Bu da son olmayıb. Bilərəkdən avtobusda işlək vəziyyətdə olan kondisioneri söndürərək onun işləmədiyini deyib. Sürücünün bu hərəkəti etməsinə bəs səbəb nə idi? Daha ətraflı növbəti süjetimizdə. Sürücü əvvəl avtobusda stop düyməsini tez-tez istifadə edən sərnişinlə mübahisə edir. Daha sonra idarə etdiyi sərnişinlə dolu avtobusu saxlayaraq qapılarını bağlayır və avtobusu idarə etməkdən imtina edir. Marşrut yolda saxlayıb şoförü düşüb, siqaret çəkir. Bu boyda da sərnişinlər qalıb burada. Görüntülər Bakubasa məxsus 13 saylı marşrut avtobusunda qeydə alınıb. Avtobusda sərnişinlərin bu stop düyməsindən yalnız sürücünün dayanacaqda saxlamasına məlumat vermək üçün istifadə edilməsinə icazə var. Ancaq 13 saylı avtobusda bir sərnişinin səhvən stop düyməsindən istifadə etməsi sürücünün narahatlığına və narazılığına səbəb olub. Elə o buna etiraz edərək avtobusu idarə etməkdən imtina edib və yerə düşüb. Və hətta o zaman avtobusun kondisionerini də söndürüb, içəridə sərnişinlər ola. Bu isə sürücü və sərnişinlər arasında böyük narazılığa səbəb olub. İddialara görə sürücü avtobus hərəkətdə olduğu vaxt kondisioneri də söndürüb. İsti havada avtobusda yaranan narahatlıq sərnişinlərin etirazına səbəb olub. Lakin sərnişinlərin narazılığına baxmayaraq, sürücü təkidlə avtobusun soyutma sisteminin işləmədiyini də bildirib. Bəs avtobus hərəkətdə olduğu zaman sərnişinin stop düyməsindən istifadə etməsi sürücü üçün hansı təhlükə yarada bilər? Sərnişin hansı halda istifadə edə bilər avtobusda? Ona ehtiyac olmur ki, hər avtobusda bir iş olur. Sərnişinin stop düyməsindən istifadə etməsi sürücülər üçün hansı problem yarada bilər idarə etmə olan zaman? Yəni onun elə olmağı rahatçılıq və sürücüsündə o da vaxtında düşür. Düyməni basır, deyir mən düşürəm. Sərnişinin o düyməni basması sizin işinizə mane olur da. Basması, yox, naborot basması. Və sizin Basmırsa bizə mane olur. istifadə edirsiniz o stop düyməsindən. Hansı halda? Dayananda. Harada işləyib ki, dayana orada bax. Görürsən əvvəlcədən ki, mən düşəcəm, o da saxlayır, düşürür. Səhvən olsa da yol arasında saxlamırlar. Dayanacağa çatıb orada saxlayırlar. Artıq Bakubas MMC tərəfindən sürücünün kobud davranışı və qayda pozuntusu ilə bağlı araşdırma aparılıb, müvafiq tədbirlər görülüb. Sözgedən daşıyıcı şirkətdə 5 ildir sürücü işləyən Elvin Qasımovun bu hərəkəti işini itirməsinə səbəb olub. Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür. Bakubas MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Daşıyıcı şirkətdən o da bildirildi ki, gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədi ilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək. Rəşad Vəkiloğlu, Hikmət Quliyev, Space xəbər.